Salam, hörmətli müəllimlər və abituriyentlər. Bildiyiniz kimi 25 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü qruplar üzrə qəbul imtahanları həyata keçirdi. Və bu qəbul imtahanlarında tarix fənni üzrə istifadə olunmuş bəzi test tapşırıqları mübahisə və müzakirələrə səbəb olmuşdu. Onlardan biri də həmin bu ekranda gördüyünüz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı təşkil olunmuş test tapşırığıdır. Test tapşırığına keçməmişdən əvvəl bir neçə şey qeyd edim. Əvvəlcə biz bu sualların hər birini, buradakı yanaşmaları şagirdlərin pəncərəsindən, şagirdlərin nəzərindən yanaşmalıyıq. Çünki bu suallar şagirdlərə təqdim olunub və onların nöqteyi nəzərindən dəyərləndirməliyik və elə dəyərləndirəcəm. Həmçinin tarix humanitar fəndir və burada hadisələrə müxtəlif dəyərləndirmələr, yanaşmalar ola bilər. Şagird də bu məqamda nə edir? Bu məqamda ümumi olaraq qəbul edilən normanı xatırlamağa çalışır və ya Dövlət İmtahan Mərkəzinin test toplusunda bu cür analoqlar varsa onu xatırlamağa çalışır və biz də o nöqteyi nəzərdən dəyərləndirməliyik və videonu sona qədər izləmənizi xahiş edirəm. Çünki burada bütün xırda detalları amma qısa şəkildə təhlil eləyəcəm. Bu sualda nədir müzakirə və mübahisə mövzusu? Deməli, burada şagirdlər iki qismə bölünüb və onların hər birinin özünə görə arqumentləri var. Biz isə bu sualı mövcud dərsliklərə və din test toplusundakı bəzi test tapşırıqları ilə müqayisə edərək baxacağıq. Sualın şərti belədir. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin. Ümumi cəhət bizdən tələb olunur, oxşar cəhətlər. Deməli, müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi, bilirik ki, Tiflis dövründə Milli Şura fəaliyyət göstərib, Gəncə dövründə ləğv olunub və Bakı dövründə yenidən bərpa olub. Ona görə bir mübahisəsiz oxşar cəhətdir. Qanunverici orqanlarla parlamentin fəaliyyət göstərməsi ola bilməz, çünki parlament yaradılıb 1918-ci ilin 7 dekabrında Bakı dövrünə aiddir. Tiflis dövründə qanunverici orqan Milli Şura olub. Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması, bu variantı saxlayırıq hələ ki, bu variantı müzakirə eləyəcəyik onsuz da. Fətəli xan Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi bu oxşar cəhətdir. Çünki birinci hökumət Tiflisdə Xoyskinin rəhbərliyi ilə qurulub, üçüncü hökumət həmçinin Bakıda Xoyskinin rəhbərliyi ilə qurulub. Ona görə 4 də oxşar cəhətdir və mübahisəyə açıq bir şey deyil, variant deyil. Hökumətin qanunverici səlahiyyətlərə malik olması xeyr, hökumət icra edici funksiyaya malik olub. Sadəcə ikinci hökumət bir müddət qanunverici səlahiyyətə malik olub. Onda Tiflis dövrünə heç bir aidiyyatı yoxdur. Hökumət Bakıya köçdükdən qısa müddət sonra da Milli Şura fəaliyyətini bərpa eləmişdi, daha sonra da parlament yaradılmışdı. Deməli, burada 2 və 5 çıxırıq və 1, 4 dəqiq seçirik. 3 səsi sual işarəsi qoyduq. Baxaq, Dövlət İmtahan Mərkəzi etal olaraq nə cavab verib? 1, 3 və 4 cavabını verib. Deməli, burada müzakirə mövzusu 3-cü sırada verilmiş fikirdir. Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması. İndi burada yanaşma nədir? Dövlət İmtahan Mərkəzinin yanaşması belədir. Deməli, birinci hökumətin Tiflis dövründə Osmanlı dövlətlə imzalanan Batum müqaviləsi hər halda nəzərdə tutulur burada. Bakı dövründə isə Gürcüstanla imzalanmış hərbi müdafiə müqaviləsi 1919-cu ildə olan müqavilə nəzərdə tutulur. Amma burada niyə mübahisə yaradıb? Biz gəlin dərsliklərdə bu məsələ yanaşmaya baxaq. Deməli, 9-cu sinif dərsliyində Osmanlı və Gürcüstanla imzalanan müqavilələrin şərhinə baxaq. Deməli, 1918-ci il iyunun 4-də Osmanlı dövlətlə sülh və dostluq müqaviləsi imzalandı və bu müqavilənin şərtinə görə Osmanlı hökuməti qayda, qanunu və təhlükəsizliyi təmin etmək üçün ehtiyac olduğu təqdirdə Azərbaycan hökumətinə silahlı qüvvələrə yardım etməyi öz öhdəsinə götürürdü. Deməli, burada əsas məqamlar nədir? Əvvəlcə aydınlaşdıraq. Bu hərbi sahədə olan bir, yəni ana motiv burada hərbi əməkdaşlıqdırmı? Xeyr. Ana motiv bu deyil, bu dəqiqdir. Sülh və dostluq müqaviləsi, yəni böyük bir kompleks müttəfiqlik əlaqələri nəzərdə tutan bir müqaviləni biz hərbi əməkdaşlıq olaraq məhdudlaşdıra bilmərik. Bu öz yerində. Və burada ehtiyac olduğu təqdirdə hərbi yardım. Birincisi burada birbaşa, yəni ana məqsəd hərbi əməkdaşlıq deyil, bu öz yerində. Ehtiyac olduğu təqdirdə zaten şərti var burada. Digər tərəfdən burada bir tərəfin digər tərəfə yardımından söhbət gedir. Çünki Gürcüstanla imzalanan müqavilə mahiyyətcə fərqli bir şeydir. İndi ona da baxaq.
Deməli, Gürcüstanla imzalanmış müqaviləyə görə isə Denikinə qarşı mübarizə aparmaq, yəni vahid bir xarici düşmən var, hər iki dövlətin ortaq düşmənidir və iyun ayında hərbi müdafiə paktı, yəni sırf hərbi əməkdaşlıq, hətta bunun üçün hərbi şura yaradılır ki, dövlət arasında hərbi əməkdaşlıq olur Denikinə qarşı. Yəni buradakı bunların mahiyyətcə bir-birində ciddi bir fərqi var. Sülh və dostluq müqaviləsi, hərbi müqavilə. Yenə deyirəm, biz şagirdin nöqteyi nəzərindən biz dəyərləndirməliyik bunu və şagird də əlbəttə ki, bilirik ki, dərsliklərdə oxuduğu məlumatları bir növ beynində canlandıraraq təhlillər aparır imtahan zamanı. Və burada belə bir yanaşma var. Sülh və dostluq müqaviləsi və hərbi müdafiə paktı. Bu belə. İndi baxırıq 11-ci. Yəni bunların əvvəlcə onu deyib ki, mahiyyətlərində fərq var. Birində sırf hərbi sahə ilə bağlı bir əməkdaşlıq müqaviləsidir. Digəri isə sülh və dostluq kompleks ölkələrin bir-birlə müttəfiqliyi müqaviləsidir və orada sadəcə maddələrin birində ehtiyac olduğu təqdirdə hərbi yardım. Heç nəzərə alsaq ki, həmin vaxt AXC-nin milli ordusu heç yaradılmamışdı. Daha sonra baxırıq 11-ci sinifdə verilən məlumatlara. 1918 iyunun 4-də AXC hökuməti Batumda müqavilə imzaladı. Hər iki ölkə arasında daimi sülh və möhkəm dostluğun yaradılacağı əks olunurdu. Müttəfiqlik münasibətləri quruldu. Tanıyan ilk dövlət oldu. 4-cü maddəyə əsasən zərurət yaranarsa və hərbi yardım göstərilməli idi. Yenə də eyni, yəni burada fərqli bir şey yazılmır 11-ci sinifdə. Gürcüstanla müqaviləyə baxırıq. Yenə də burada Denikin təhlükəsinə qarşı birgə mübarizə aparmaq məqsədilə ittifaq quruldu. Hərbi müdafiə paktına görə iki dövlət arasında əməkdaşlıq, hərbi əməkdaşlıq olmalı idi. Yəni 9-11-ci sinifdə hər hansı bir ziddiyyət yoxdur. Demək olar ki, bir-birini tamamlayan məlumatlardır. Burada yenə deyirəm, mahiyyət də düzdür. Hər ikisində hərbi məsələlərdən bəhs oluna bilər, amma burada qeyri bir ixtisas tutaq ki, hər hansı bir başqa fənn müəllimi burada hərbi məsələsini görsə, oxşar cəhətdəsə, bunu başa düşmək olar, amma sırf tarix müəlliminin dəyərləndirəcəyi bir məsələ və ya tarixi oxuyan bir şagirdin dəyərləndirəcəyi məsələyə gəldikdə, o artıq burada bunun mahiyyətində bir qədər fərq olduğunu görəcək. Çünki eyni mahiyyətli deyil. Biz ümumi cəhət axtarırıqsa, biri sırf hərbi əməkdaşlıq üzərində qurulan bir müqavilədir. Digəri isə sülh və dostluq müqaviləsi, sadəcə onun içərisində müəyyən ehtiyac yaranarsa, hərbi yardım deyək ki, şərti var, tələb bəndi var və bu ümumi şəkildə biz bu müqaviləni, Batum müqaviləsinin ümumi olaraq hərbi müqavilə olaraq, hərbi əməkdaşlıq müqaviləsi olaraq məhdudlaşdıra bilmərik. Çünki orada ana motiv hərbi sahədə əməkdaşlıq deyil. Bax, Gürcüstanla müqavilədə ana motiv, yəni bu müqavilənin ana motivi, əsas demək ki, xətti hərb məsələsidir, hərbi əməkdaşlıqdır Gürcüstanla. Amma biz AXC ilə Osmanlının bağladığı müqavilədə əsas motiv bu deyil. Əsas motiv dövlətlər arasında sülh və dostluq müqaviləsidir. Bunun analogu var, Qacarlarla bağlanan müqaviləndə, onu da göstərəcəm. Və burada sadəcə bir maddədə yer alır hərbi məsələ, o da bir tərəfin digər tərəfə yardımıdır və bu da zərurət yaranarsa belə bir şərt var idi. Yəni bunu biz ümumi olaraq gətirib bu iki müqavilənin mahiyyətini eyniləşdirmək, bu doğru bir yanaşma deyil. İndi baxırıq Qacarlarla müqavilə. Deməli, dərsliyə baxırıq. 9-cu və 11-ci sinifdə Qacarlarla müqavilə haqqında nə qeyd olunub? 1920-ci ildə Qacarlar dövləti ilə AXC arasında dostluq müqaviləsi, yəni bayaq da eyni elə dostluq müqaviləsi, Batum müqaviləsi də belə adlandırılıb dərsliklərimizdə imzalandı. De jure tanıdı və səfirliklər fəaliyyətə başladı, başlamasına razılıq verildi. İndi 11-ci sinifdə Qacarlarla müqavilənin necə qeyd olunduğuna baxaq. 20-ci ildə Qacarlarla AXC arasında dostluq haqqında yenə də eyni ifadə keçir, müqavilə imzalandı. Hər iki dövlətin müxtəlif sahələrdə əməkdaşlıq etməsi nəzərdə tutulurdu. Əsas bura diqqət çəkmək istəyirəm. Müxtəlif sahələrdə əməkdaşlıq etməsi nəzərdə tutulurdu. Deməli, indi baxırıq biz Dövlət İmtahan Mərkəzinin test toplusunun ikinci hissəsindən olan 47 nömrəli test tapşırığına baxırıq. AXC Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil. Gürcüstan Respublikasına müqavilələrin imzalanması bu aiddir. Qarabağ General Qubernatorluğunun yaradılması aiddir. Qacarlarla hərbi müqavilənin imzalanması. Əlbəttə, burada etalon olaraq Dövlət İmtahan Mərkəzi də hər kəsdə, hər bir müəllim, hər bir şagird də C-ni götürür. Naxçıvan General Qubernatorluğunun yaradılması aiddir. Xəzər hərbi donanması aiddir. Deməli, biz burada etalon olaraq niyə C-ni götürdük? Qacarlarla hərbi müqavilənin imzalanması. Deyirik ki, Qacarlarla bu müqavilə dostluq müqaviləsidir. Amma dərslikdə nə qeyd olunub burada? Əməkdaşlıq müqaviləsi. Yəni, müxtəlif sahələrdə
Yəni burada bu şagirdin ağlında bir sual işarəsidir. Yəni hərbi məsələsi varmı? Sadalanmır. İndi burada hərbi müqaviləni çıxırıq buradan. Deyir ki, bu dostluq müqaviləsidir. Bu Dövlət İmtahan Mərkəzinin öz test toplusundan da verdiyim nümunə. Deməli, şagirdlərin bir qismi, xüsusən güclü uşaqların bir qismi həmin variantda bir qədər demək ki, fikirləşiblər ki, biz burada hansı qərarı verməliyik. Çünki o dəqiqə nə edir? O dəqiqə xatırlayır ki, ümumi yanaşma nədir, norma nədir? Və mən zənn edirəm ki, bəzi şagirdlər elə bu demək ki, test toplusundakı bu test tapşırığını xatırlayır və fikirləşir ki, burada həmin dostluq müqaviləsi imzalanmışdı Qacarlarda və hərbi müqavilə məsələsini biz onu götürməmişdik ki, hərbi müqavilə deyil. Osmanlıda dostluq və sülh demək ki, əməkdaşlıq müqaviləsi, sülh müqaviləsidir. Və onu da eyni cür yanaşıb götürməyən uşaqlar var. Nəticə etibarilə dərslikdə də müxtəlif sahələrdə əməkdaşlıq etməsi qeyd olunub burada. Və bunu hərbi müqavilə kimi yox, dostluq müqavilə nöqteyi nəzərindən Dövlət İmtahan Mərkəzinin test toplusunda səhv cavab kimi götürülüb. Və mən də razıyam səhv olmağıyla. C variantı burada problem yoxdur. Problem indi Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında həmin Osmanlılarla imzalanan dostluq müqaviləsini Gürcüstanla imzalanan hərbi müqavilənin eyniləşdirməsidir. Problem oradadır. Digər iki suala da baxaq. Deməli, yenə də Dövlət İmtahan Mərkəzinin test toplusundandır. 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi imzalandı. Gürcüstanla bağlı suala baxaq. 23 nömrəli test tapşırığı. Gürcüstanla deməli Azərbaycanla Gürcüstan arasında imzalanmış hərbi müdafiə müqaviləsinin əsas məzmunu. İndi bizə məzmun lazım deyil. Sadəcə yanaşmanı göstərməyə çalışıram. Hərbi müdafiə müqaviləsi, sülh və dostluq müqaviləsi yanaşma budur. Və burada isə Batum sülh müqaviləsinin maddələridir. Bizə burada 4-cü maddə və 1-ci maddə diqqət çəkmək istəyirəm. 1-ci maddədə deməli iki dövlət arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir. Yəni burada ana motiv budur. Burada ana motiv hərbi əməkdaşlıq deyil. Gürcüstanla yəqin ki, fikrimi çatdıra bildim. Gürcüstanla AXC arasında imzalanan müqavilələrin mahiyyətində fərq var. Yəni biz buradan bu çox bəsit yanaşma olar. Yəni hər ikisində hərbi məsələlər var. Yəni bu cür yanaşmaq bəsit olar və əgər elə yanaşırıqsa, o zaman o variant elə verilməməlidir. Deyərəm necə verilməlidir o variant. Və 4-cü maddəyə baxırıq. Deməli 4-cü maddədə də tələb hasil olduğu təqdirdə, yenə də dərslikdəki ifadə burada da, yəni onsuz da mənbə olaraq bu hissədən alınıb həmin hissədə ehtiyac olduğu təqdirdə asayişi, daxili nizam-intizamı təmin etmək üçün yardım. Yəni bunlar bu başqa şeydir. Gürcüstanda iki tərəf arasında ortaq düşmənə qarşı bir ortaq əməkdaşlıq məsələsidir. Burada isə bir tərəfin digər tərəfə yardım və ehtiyac olacağı təqdirdir. Yəni bunların mahiyyətində əvvəlcə onu deyək ki, fərq var. Biz ümumi cəhətdən danışırıqsa, ümumi cəhət bir-birini tamamlamalıdır deyə düşünürəm mən. İndi qayıdıb suala baxdıqda qonşu dövlətlərlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması. Bayaq da yəni izahımın yekunu olaraq görürük ki, burada bir həqiqətən də bir çatışmazlıq var, qüsur var və şahidlərin bir qismi ona görə də doğru cavab olaraq burada 1 və 4 götürüb. 1-4 götürən uşaqların, şahidlərin, abituriyentlərin yanaşması nədir? Yanaşması dərslikdəki o dostluq müqaviləsi və deməli Qacarlarla imzalanmış müqavilədə müxtəlif sahələrdə əməkdaşlıq qeyd olunsa da dərsliklərdə hərbi müqavilədə Dövlət İmtahan Mərkəzinin test toplusunda yanlış götürməsidir və uşaqlar ona görə də burada bəzi şahidlər üçü götürməyibdir. Burada başqa yanaşma ola bilərdi. Məsələn, qonşu dövlətlərlə misal üçün hərbi sahədə əməkdaşlığın edilməsi. Məsələn, belə bir variant yazılsaydı, mən düşünmürəm ki, orada mübahisə olardı. Çünki burada mübahisə yaradan əsas məqam müqavilə məsələsidir. Batum müqaviləsi ilə 19-cu ildə imzalanmış Gürcüstan AXC müqaviləsinin ana motivi eyni deyil. Çünki onlarda demək ki, o müqavilənin imzalanmasında əsas qayə hərbi əməkdaşlıq barədə müqavilə biz deyə bilmərik. Çünki AXC ilə Osmanlı arasında imzalanmış müqavilə daha kompleks, daha böyük müxtəlif sahələri özündə ehtiva edən bir sülh müqaviləsidir. Biz bütün onu kənara qoyub hərbi məsələsini ön plana çıxara bilmərik və onsuz da hərbi məsələ də ön planda deyil. Çünki burada qeyd olunur ki, ehtiyac olduğu təqdirdə və yardım etməyi nəzərdə tuturdu. Gürcüstanla AXC arasında imzalanan müqavilə isə bu bir tərəfin digər tərəfə yardımı yox, tərəflərin birgə şəkildə vahid düşmənə qarşı mübarizəsindən bəhs olunur. Və ona görə də bu sualda uğursuz sual hesab edirəm mən və burada üçü dediyim formada yanaşıb
yazmayan abituriyentlərin də düşünürəm ki, şikayət etməyə haqqı var. Çünki bir sual ümumiyyətlə mənim yanaşmam odur ki, əgər müəllim, istər şagirdlər arasında bir ciddi bir 2-yə bölünmə, 3-ə bölünməni yaradıbsa, o sual uğursuz sual hesab olunur. Çünki burada bir yanaşma, bayaq dedim, subyektiv yanaşma məsələsi var. Mənə görə, sənə görə bu testologiya prinsiplərinə isə ziddir. Çünki tarix fənni nə qədər humanitar olsa da, burada da müəyyən qədər ümumi qəbul olunan normalar əsasında variantlar tərtib olunmalıdır ki, bu cür mübahisə yaratmasın.